Məncə həyatda hələ baş verməmiş hadisələrə qarşı yanaşmamız çox sadə olmalıdır. Təsəvvür edin ki, peşəkar bir futbolçusuz, son dəqiqələr oynanılır, komandanız bir xal yerlədir və sizə penaltı verilir. Penaltı nöqtəsinə topu qoyursunuz, topun arxasında sizsiz və indiyə kimi atdığınız 10 topun 9-u qol olub, birini qaçırmısınız. Sizcə bu dəfəki topu qol etmə ehtimalınız neçə faizdir? Vaxt getdi. Cavabınız nə olur olsun, maraqlı deyil. O topun qol olma ehtimalı 50%-dir. Yəni, ya qol olacaq, ya da olmayacaq. Demək istədiyim odur ki, həyatda nə ki hələ baş verməyib, onun olma ehtimalı 50%-dir. Nə qədər zəif ehtimal olsa belə, həmişə 50% olduğunu təsəvvür edək. Çünki ya olacaq, ya olmayacaq. Ancaq bu şəkildə yaşadığımız zaman ümid və qorxunun arasında balanslı bir həyatı qurmuş olarıq.